Salam dəyərli şagirdlər. 5-ci siniflər üçün maraqlı bir testin izahına baxırıq hal-hazırda. Deməli düzbucaqlının eni 1,5-2 sm. Bunu əlavə edək bura. Əvvəlcə düzbucaqlının şəklini çəkək. Bizə deyir ki, düzbucaqlının eni 1,5-2 sm, uzunluğu bundan 1,14-3 deyəsən bu. 14-3, santim 14-3 dəfə böyükdür. Dəfə böyük deyəndə biz bunun uzunluğunu tapmaq üçün 1,5-2-ni vururuq 1,14-3-ə. Bu da eləyir 5-də 7 vurulsun 7-də biri 14-də 17. 7 ilə 7 ixtisar gedir, qalır 5-də 17. Düzbucağının uzunluğunu tapın. 5-də 17-ni gəlin çevirək, burada görək nə yazıblar. 5-də 17-ni. 17-ni 5-ə böləndə 3 dəfə eləyir. Əgər düz yazdıqsa biz bunu 3 dəfə eləyəcək. Düzbucağının uzunluğunu deyir tapın. Bu 1,5-də 2-dir. Bu da 1,14-də 3-dür də. 1,14, 14, 17 elədir də bu. 7-lər ixtisar getdi. Burada 14-də 17-dir. Burada səhv eləmişik. 14-də 17-dir. 14 ilə 7 ixtisar gedəndə burada 2 qalır. 2-ni 5-ə vuranda 10 eləyir. 10-da 17. 10-da 17 də şagirdlər nəyə bərabərdir? 1,10-7-yə. 1,10-7-yə onlu kəsir şəklində də bu şəkildə göstərə bilərik. Sonra ədədləri standart şəkildə yazın və artan sırada düzün. 6 onluq, 8 təklik, 9 onda 1, 3 yüzdə 1, 4 mində 1. Deməli, 6 onluq, 8 təklik, virgül, 9 dənə onda 1-im var, 3 dənə yüzdə 1-im var, 4 dənə mində 1-im var. 3 yüzlük, 4 onluq, 2 təklik, 5 dənə yüzdə 1-im var, yəni onda 1-im yoxdur, 0-dır. Yüzdə 1-im 5-dir, mində 1-im 3-dür. Sonra 1 minlik, 3 onluq, 1 təklik. Yəni 1031 və 1 mində 1. Onda 1-im də 0-dır, yüzdə 1-im də 0-dır, mində 1-im var. Ədədlər standart şəkildə yazın və artan sırada düzün deyirsə, artan sırada düzən zaman bunlardan ən balacası olacaq birinci, sonra olacaq ikinci, sonra da olacaq üçüncü. Bu da 1, 2, 3 A bəndi artan sırada düzüldü. Avtomobil yolun 7-də 3 hissəsini getdi. Daha 150 metr yol gedərsə yolun ortasına çatar. Yolun ortasına çatar sözünü işlədəndə şagirdlər, əgər 7 məxrəc 7-dirsə 2-yə bölünməyən ədəddirsə, biz 7-də 3-ü sürətinin də məxrəzini də 2-yə vurub 14-də 6 yaza bilərik. Çünki biz bilirik ki, kəsrin əsas xassəsinə görə kəsrin sürətinə məxrəzini eyni bir ədədə vurub və ya bölə bilərik. Bu zaman kəsrin qiyməti dəyişmir. Deməli, cəmi yolu götürürük 14x. Yolun 14'də 6'sını gedib. Yəni bütün bizim yolumuz burada yazaq. 14x olsa 14x, yolun ortası olacaq 7x. Neçəsini gedib? 6x'ini gedib artıq. 6x'ini gedibsə buradan bura qalıb 1x. Deyir ki, daha 150 metr yol gedərsə yolun ortasına çatar. Deməli buradan bura gedər 150'dir. Elə 1x-miz 150'yə bərabərdir. Bütün yol neçə kilometrdir? Mən də bütün yolu nə götürmüşdüm? 14x götürmüşdüm. 14'ü vuracağım 150'yə. Yəni bir sözlə 14'ü 15'ə vurub yanına da 0 yaza bilərik. 14'ü 15'ə vuranda 210, 2100 eləyər yəqin ki. 2100 kilometr. Burada metrdir. Biz cavabı almışıq metrlə. Ona görə diqqətli oluruq. Yolun ortasına burada A variantını götürə bilmərik. 350, 2,1 kilometr. Bəli, bunu da minə bölürük ki, metri kilometrə çevirək. Çünki buradakı vahidə diqqət eləmək lazımdır. Üçüncüdə ədədlərin hansının bölənlərinin sayı daha çoxdur. Yəni bunun bir-bir bölənlərini yazmaq lazımdır, amma baxan kimi görmək olur da. 14'ün bölənləri 1, 2, 7, 14. 18'in bölənləri 1, 2, 3, 6, 9, 18. 15'in bölənləri 1, 3, 5, 15. 22'in bölənləri 1, 2, 11, 22. 27'nin bölənləri 3'ə bölünür, 1'ə bölünür, 9'a bölünür, 27'yə bölünür. Bunların içində ən çoxu olacaq yəqin ki 18. Növbəti sualımız EBOB 7 ilə 56 verib, bir də EBOB 52 ilə 39 verib. 7 ilə 56'nın EBOB-u deyəndə, əgər bir ədəd digərinə tam bölünürsə, EBOB onlardan kiçiyinə bərabərdir. 52 ilə də 39'un EBOB-u, bunu da 13 olmalıdır, səhv eləmirəmsə. Bəli, hər biri 13'ə bölünür.
Və bunu da topla deyir. 7 üzərinə gəlsin 13, o da eləyəcək neçə? 20. Tənliyi həll edin və x-i tapın. Gəlin baxaq. 64-cü sualda deyir ki, tənliyi həll edin. Biz ilk öncə, baxın, bu mötərəzənin içində dəyişən varsa, ümumiyyətlə mötərəzəyə tam bir x kimi baxırıq. Və azalan, çıxılan fərq. Çıxılan tapmaq üçün, yəni x minus 3 tam 43-də 8-i tapmaq üçün azalandan 8 tam 43-də 15-dən 43-də 12-ni fərqi çıxmaq lazımdır. O da eləyəcək 8 tam 43-də 15-dən 12 çıxanda 3. Sonra baxırıq bura azalan, çıxılan fərq. Burada x azalandır. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlmək lazımdır. 8-in üzərinə 3 gəlirəm, eləyir 11 tam 43-də 11. Cavab olacaq A variantı. 65-ci sual deyir ki, n-in neçə qiymətində kəsir ixtisar olunan düzgün kəsirdir. Yəni bu həm ixtisar olunur, həm də düzgün kəsirdir 24-də n. Yəni n-ə mən 1-dən 23-ə qədər qiymətlər verə bilərəm. Hansı ədədlər ola bilər n ixtisar olunması üçün? Yəni 24-ün bölündüyü ədədlər olmalıdır bizə. n 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Daha sonra 4-ə bölünür, 6-ya bölünür, 8-ə bölünür. 24 özü 12-yə bölünür, 24-ə bölünür, amma 24 bizə lazım deyil. Düzgün kəsirlərdən gedir söhbət. Və deyir bu kəsir ixtisar olunmayan. Bu tapdığımız ədədlərdən burada da 45-də 44-ə qədər ədədlər yaza biləcəm. Amma təbii ki, yaza biləcəyim ədədlər ancaq 12-də tamamlanır. Çünki yox, 12-də tamamlanmır. Burada 14 də ixtisar gedir, 15 də ixtisar gedir, 3-ə 24 ilə gedir. 16 da gedir, 17 getmir, 18 gedir, 19 getmir, 20 gedir, 21 ilə 24 3-ə gedir, 23 getmir, bu şəkildə. İndi bunlardan hansını gətirib 45-in sürətinə yaza bilərik ki, ixtisar olunmayan düzgün kəsir olsun. İxtisar olunmayan burada 1-i yaza bilərik, amma 1 burada ödəməyəcək bizi. Çünki 1 ilə 24 ixtisar getməyəcək, elə olduğu kimi qalacaq. Ona görə 1-i bura yazmırıq, yazırıq 2, 45 ilə 2 ixtisar getmir. 45 ilə 4 ixtisar getmir, 45 ilə 6 3-ə gedir, 8 getmir. 12 3-ə gedəcək, 14 getmir. 15 3-ə gedəcək, 16 getmir. 18 3-ə gedəcək, 25-ə gedəcək, getmir. 21 də 3-ə gedəcək, getmir. Yəni, n-in neçə natural qiymətində deyirsə, n-in yerinə 2, 4, 8, 14, 16 yaza bilərik. Deməli, şagirdlər, burada 2 ədədi itirdik. 9 ilə 10-da yaza bilərdik. Çünki mən əvvəl 24-ün bölənlərinə baxmaq istəyirdim. 9 ilə 10-u da yaza bilər, plus 22-ni də yaza bilərik. Çünki 22 ilə 24 ixtisar olunandır. İndi burada 2, deməli 9 da 45 ilə getməyəcək, 3 olacaq. Gedəcək də ixtisar, daha doğrusu yaza bilmirik. 10-u da yaza bilmirik, 5 ixtisar gedir. Amma 22-ni neynirik, yaza bilirik. Olacaq cavab A bəndi. Yox, C bəndi. Belə. 66-cı sual qüvvətdir. 12-nin qüvvəti, yəni kvadratı 144. 7 vurulsun 4-ün kvadratı 16. Üstə gəlsin 5 vurulsun 2-nin kvadratı 4. Ümumiyyətlə şagirdlər bu tipli məsələləri həll edən zaman birinci qüvvətə yüksəltmə əməliyyatını aparırıq. Olur 144 çıxılsın 7-ni 16-ya vurub, 7-ni 16-ya vuranda eləyəcək 6, 7, 42, 4 yadda, o da 7, 112, üstə gəlinsin 20. Cavab eləyəcək 52. Bunlar bir-birinə çıxıb, üzərinə gələndə 52 A bəndi.